Hacı dayıdan yazmaq olar bir kitab. Cavanlıqda həbləğ olub haqq hesab. O vaxt nişanlısını çox istəyirdi. İpək kombinatında işləyirdi. Arvadı da həmin yerdə müdürdü. Hacı dayını uşaq kimi güdürdü. Arvad söz verib ona evlənəndə bir ay qalmayacaqlar bu vətəndə. Moskvada keçirdicək bal ayı. Rusiyyətdə dəmə qoyacaq Hacı dayı. Bunu da qohum əqrabalar eşitdi. Dedilər acı arvaddan yarı yitdi. Evləndilər, gəldi həmin gün oldu. Arvad kurorta pityovkanı aldı. Görüncə stiyardesanı orada. Hacı dayı padxod etdi xırda xırda. Minya zavud Hacı dayı şəkiniz qoy. Ya bulatnoy, cisni şəkili qarinnoy. Yolun düşsə şəkiyə qonağım olarsan. Pirrodasın gəzə-gəzə zövq alarsan. Arvad gördü Hacı qıza çox söz deyir. Rus dilində simişqa təhcırt deyir. Padxod edir sonradan başa düşdü. Kefi pozuldu, reaksiyası dəyişdi. Tökdü qaşqabağın yığışdırmadı. Ondan sonra Hacını danışdırmadı. Samalyot aeroporta eniş etdi. Hacı çamadanların dalınca getdi. Yük götürüb gəldi, gördü yox arvad. Bilmədi ki, kimdən istəsin imdad. Yaxınlaşdı əvvəlcə gözətçiyə. O da dedi ki, dinən nəzarətçiyə. Nəysə gəldilər dispetçer otağına. Bir stəkan çay qoyuldu qabağına. Problemin nədir? Eşdirəm dedi. Hacı da bir təlaş içində söylədi. Mənə kömək et, sən o Leninin canı. Mavzaleydə laf kəsərəm qurbanı. İtirmişəm, tapanmıram arvadı. Dispetçer dedi ki, bəs nədir adı? Hacı dedi ki, dədəsini də deyməşi. Qaynatamdı içi qucu cabir kişi. Arvadım da Tüleymanova məsmə. Nətə yazım, yavaş dinən tələsmə. Adla tapa bilməyib qızışdılar. Üst başında nə vardı soruşdular. Hansı rəngdə idi qiyafətləri? Say görək necə idi əlamətləri? Hacı dayı soruşdu əlamət nədir? Onda nəzarətçi adam belə dedi. Mənim yoldaşım məsələn cavandı. Uzun boydu, özünə baxan zənandı. Mini yubqa dik taban geyinəndi. Dırdır edən deyil, az deyinəndi. Biraz da şıltaq, biraz da dəcəldi. Düz təpədən dırnağacan gözəldi. Gözləri gömgöydü, saçları əsmər. Rusiyyətdə olanmaz ona bənzər. Hacının ağzı açıq qaldı, sulandı. Gözünə işıq gəldi, biraz dayandı. Sonra dedi ki, vaxtı israf eləyiruq. Mən arvadım eybəcərdi, niniruq. Gözümdə canlandı, çox qəşəngdi o. Gəlcəyək axtaraq sənin arvadı o. Hacı dayı o vaxt geyitdi xidmətə. Aviasiyada qulluq eləyir millətə. Samalyot yerdən göyə qalxır enir. Paraşutdan tullanmağı öyrənir. Təlimçilər hər tərəfli yoxluyur. Gözü yumulur, paraşut açır, bağlayır. Bir dəfə külək apardı, meşəyə düşdü. Qabaq-qabağa ayı ilə görüşdü. Hacı dayını ayı görəndə qaçdı. Hacının özü matqalı balına çaşdı. Çasda gəldi rəngi başı ağappa. Səhəri günü uçuşu var idi ancaq. Təlimçiyə yaxınlaşıb söylədi. Ayı görüb biraz qorxmuşam dedi. Təzyiqin qalxıddı, kravata çatım. İcazə ver, dəda coru tez yatım. Gecə yatıb tez durub səhər-səhər. Uçmağa hazırlaşır 15 nəfər. Götürür hamısı 5 meşoğu ilə minir. Uçuş vaxtı 14 nəfər yerə enir. Təlimçi deyir, ay hacı sən də hoppa. Hacı da deyir, yol böyüyündü tulla. Maüz vurma hoppana bilmərəm mən. Yatıb nənəmi yuxuda görmüşəm dünə. Madidi hoppanmayərsən hacı. Ha gözümüzün nuru başımızın tacı. Sonra deydi paraşüt açılmayəsdi. Bu dəfə uçuş xeyirli olmayəsdi. Təlimçi dedi, hacısan bilmirəm. Göz nurusan, baş tacısan bilmirəm. Tez ol hoppan, yuxuya zada inanma. Get tullan hər zaman yoxda dayanma. Öldürsən də tullanmaram hacı dedi. Bəs nağara, ax sən fikrin nədir? Hacı dedi fikrim bu da hoppanmayıb. Paraşüt
paraşüt açılmayasdı, tullanmayıb. Hisləndi təlimçi dedi, ay insan, paraşütümüzü dəyişsək opbanarsan. Hacı dayı da əlbəttə razılaşdı, tullanandan sonra paraşütü açdı. Təlimçi ondan paraşütü aldı, bütün ancamə ondan sonra oldu. Ha əlləşdi paraşütü açılmadı, vəziyyət istədiyi kimi olmadı. Əlaşsız vəziyyətdə göydən uçanda, dedi ki surəti ilə hacıya çatanda, bir daha bilə zayyıxı görməyərsən, nə naməndən çoxlu salam deyərsən. Günlərin bir günü bizim hacı dayı söz vaxtın çəkər olardı mart ayı. Qəpik-qəpik pensiyadan nəhayət yığıb pul düzəldi betdi səyahət. Uzaq bir vilayətə yolu saldı, hava qaraldı gördü qaranlıq oldu. Bir öy gördü qapısını döydü tez-tez, dedi ki Allah qonağı qəbul edərsiz. Öy yiyəsi hacı dayıya belə dedi, öy qurbandı əmması var söylədi. Ha bu öydə cəmisi 2 otaq var, bunun da birində arvad var, uşaq var. O birini də matikmisiniz dedi hacı. Kişi də ona baxıb biraz acı-acı, dedi ki gəlmiş idi baldızım səhər. Axşam üstü halı oldu bir təhər, xülasə müxtəsər getdi rəhmətə. Bizdən axşa qismətə bax qismətə, ölmağa yer tapıtdı köpək qızı. Hansı yeznəcildə ölür baldızı, meyd o birisi otaqdadır söylədi. Sabah saat 10-da onun dəfnidir, meydin olmağın nəzərə alarsan, qorxmursansa keyif yanında qalarsan. Razılaşdı hacı dayı o anında, girdi otağa qaldı meydin yanında. Biraz keçdi bir səs gəldi qulağa, gördülər ki ölü qalxıb ayağa. Qorxub hamı qışqırıb çığırışdı, hamısı ölü olan otağa yığışdı. Qonaq yoxdu otaqda gördülər ki, dedilər abı ölüyə nə edər ki. Hamısı birlikdə gəldi heyrətə, ölünün özü başladı söhbətə. Ha bu kim idi öpdü məni dirildim, sanki rahatlaşıb dünyaya gəldim. Ölü dirildi qaçdı getdi hacı dayı, öydən çıxmır qorxudan həmin yayı. Həmin kənddən keçir bir müddət sonra, gördü bütün kənd yığılıbdır ora. Yaxınlaşıb bir adamdan soruşdu, ha bu da nə iş var, o adam danışdı. Hacı dayı o vaxtı ha bura gəlitdi, meydi öpüddü o da dirilitdi. Bu hadisəni kənd cəmaatı bilitdi, indi həmin yerdə yeznə ölüddü. Ha bu öpüşün nətəsə bir fəndi var, onu hacı dayı eləyib tez bazar. Nətə öpüddü onu kimsə bilmir, hamı hər yerindən öpür dirilmir.